محمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآله. Allah cəmiyyətə şəhidlərimizə rəhmət eləsin. Analar, əziz atalar, əziz tədbirimizə təşrif buyuran qonaqlar. İlk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda və suverenliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün son nöqtəni qoyan bizim igid qəhrəmanlarımız başladığı missiyanı antiterror əməliyyatı ilə, öz igidlikləri ilə, qəhrəmanlıqları ilə son qoyan Qarayev Elmin qardaşımızın cənnətdəki mövlud gündən geçmiş. Bugün bizim şəhidlərimizin bu gözəl məkanların ziyarət eləyib, hansısa bir işin dalınca gedən insanlar həmişə qələbə ilə, zəfərlə gəlir. Bir neçə gün öncə bizim idmançılarımız Alpaqut döyüş növünün idmançıları İlk öncə şəhidimiz Xan Əminin qəbrini ziyarət eləyib, sonra buradan şəhidlərimizdən halallıq alandan sonra Türkiyəyə yarışa getdilər. Və o yarışdan inanılmaz dərəcədə qalibiyyətlə gəldilər. 11 idmançı müəllimləri ilə birlikdə, Kənan müəllimin rəhbərliyi ilə 11 idmançı yarış keçirildi. 9 qızıl medal, 2 də birinci yer. Onlar dönənlərim gəlib buranı ziyarət elədilər. Hansı ki, gedəndə də ziyarət eləmişdilər. Mən onların hər birinə təşəkkür edirəm. Hər birinə can sağlığı arzulayıram. Mən onlara dedim ki, sizin o qazandığınız nailiyyətdə bizim şəhidlərimizin hamısının, bizim Xanı Əminin də, o cümlədən 1-ci Qarabağ müharibəsinin şəhidlərinin də, bizim burada uyuyan igid qəhrəman Vətən müharibəsi şəhidlərinin də hər birinin əməyi var, hər birinin zəhməti var və onların hər birinin ruhu sizlə oldu. Orada inanılmaz döyüşlər deyil keçirdik biz. Hansı ki bizdən həm çəkicə və boyca uca olan ya Allah eləyib onları deyir. Elə bir günə qoyduq ki, həqiqətən də inanılmaz dərəcədə deyir, oradakı qızıl medalların hamısını biz gətirdik. Dedim, o qazandığınız qələbə bizim şəhidlərimizin qələbəsidir. Bizim Ağdamımızın qələbəsidir. Azərbaycanımızın qələbəsidir. Bəli, bizim həmişə deyirəm, şəhidlərimizin həmişə buranı ziyarət eləyib hansısa bir işin dalınca gedəndə o işin elə alınır ki, elə bir günən ki, alınmayan bir qaladır da, alınır. Niyə? Çünki onların ruhu sizin köməyiniz olur. Və bu günlərin burada şəhid ailələrin işləri üzrə şöbə müdürü Samir müəllim başda olmaqla bizim 1-ci Qarabağ müharibəsinin qaziləri, şəhid ataları, şəhid anaları iştirak eləyib və Elmin qardaşımızın bizim qiyaslı musiqi məktəbində nağara sinifində təhsil alıbdı. Mən onu o vaxtdan tanıyırdım. Həm sakit təbiətli, heç kəslə işi olmayan, həmişə özündən böyüyün,
hörmətin saxlayıb və özündən kiçiyin də hörmətin saxlamağı mən həmişə elmində görmüşəm. Yəni 5 il nağara sinifində oxuyub və orada mənim yanımda böyüyüb o uşaq. Yəni mən tanıdığım üçün deyirəm. Həqiqətən də Elmin qardaşımız həm tərbiyəsi ilə, həm əxlaqı ilə, həm o hansı ki hansısa bir uşağın üzündə nur olur. Elə bir ki bu ana bətnində olanda onun alnına yazılıb ki sən şəhid olasan. O şəhidlikdə hamınız bilirsiniz. Şəhidlik elə belə zirvə deyil. Və şəhid anası, şəhid qardaşı, şəhid bacısı olmaqda hər adama qismət olmur. Allah hər birinizə səbir versin. Hər birinizə. Və indi mən bizim Elmin qardaşımızın döyüş yolundan danışmaq üçün sözü Samir müəllimə verirəm. Mən də salamlayıram bütün şəhid analarını, şəhid atalarını, bütün tədbir iştirakçılarını. Deməli, əziz valideynlər, hörmətli qonaqlar, bugün Qarayev elminin 26 yaşı qeyd olunacaqdı, amma 2023-cü ildə hansı ki burada olan insanların hər kəsin göz önündədir. Bizim bir günlük lokal antiterror əməliyyatı demək olar ki 44 günə bərabər bir müharibə idi. Ona görə çətin bir müharibə idi, çətin bir döyüş idi ki, həm ərazi relyefi baxımından, həm sürətli, həm dinamikliyi baxımından çox çətin idi. Həm də ən əxsusda ona görə bizim xalqımız üçün, millətimiz üçün, ona görə oğullarımız üçün ona görə böyük əhəmiyyət kəsb edirdi ki, çünki həmin ərazilərin tərkibində Xocalı var idi. Həmin ərazilərin tərkibində Ağdərə var idi, həmin ərazilərin tərkibində Xankəndi var idi. Çünki həmin Xocalıda bizim ana bacılarımızın başına gətirilən müsibətlər bu oğulların demək olar ki, kitablarda, videolarda görmüşdülər. Qarayev elmin 99-cu ilin məhz bu günü anadan olmuşdu və 2017-ci ildən Baharlı qəsəbəsində orta məktəb bitirdikdən sonra hərbi xidmətə yollandı. Və daha sonra hərbiçi kimi o Azərbaycan sıralarında qulluq eləyir. 2023-cü il antiterror əməliyyatında isə qəhrəmancasına şəhid oldu. Ölümündən sonra cəsur döyüşçü və bir çox medallarla təltif olundu. Özündən sonra Tunar adında bir qəhrəman oğlu yadigar qalır. Bəli, biz bilirik ki, Tunar da atası kimi qəhrəman olacaq. Çünki o elə bir oğlun, elə bir kişinin övladıdır ki, o yaşadığı yerdə, olduğu yerdə, oxuduğu məktəbdə həmişə atası ilə fəxr edir. Və inşallah Allah Elmin qardaşımızın da canını sağ eləsin ki, o Tunarın inşallah xeyir işində hamımızı dəvət eləsin, orada iştirak eləyəcəyik. Hər birimiz orada iştirak eləyəcəyik. Çox sağ olun, hər biriniz öz minnətdarlığımı bildirin. Bu soyuq havada, şaxtalı, soyuq havada həmişə siz gəlirsiniz, buranı ziyarət edirsiniz. Hər biriniz öz dərin minnətdarlığımızı bildirin. Onu da qeyd eləyək ki, Elmin kimi oğlanlar, bu cümlədən Tural kimi oğlanlar, bizim İstizadə Elvin kimi o şəhidlərimizdə də hamısı. Qarabağa birdən gedəndə, hansı ki o antiterror əməliyyatındakı alındı, o yerlərə gedəndə həqiqətən də o keçilməz yolları, o keçilməz dağları, onlar nə tərk ediblər, o çəkilişdə də var. Meşənin içində atışırlar, bizimkilər güllərin üstünə ayaq üstə gedir. O bunlar ölümün gözünə diş baxan oğullar və bunları unutmaq olmaz. Bugün özü gənc olsa da, amma şəhidlərimizə dəyər verir. İsmail Bəyli kənd icra nümayəndəsi də bugün burada iştirak edir. Can sağlığı arzulayırıq. Və bu şəhidlərimizin hansı ki kəndlərdə, yerlərdə var ki, orada şəhidlər plakatı düzəldiblər. Hər bir kəs orada şəhidləri də orada yad eləyiblər. Orada qəşəng bulaq da tikiblər qəbirstanlıqlarında. Bu təqdirə layiq bir şeydir. Onların azad elədiyi torpaqlar bu günlərin cənnətə çevrilir. Çünki ora bizim igid qəhrəman oğulların qanıdır. Bax, vətən onda vətən olur. Allah bir daha deyirəm, hər birinizə səbir versin, hər birinizə can sağlığı versin. Və indi Məşədi Amil qardaşımız buyursun.
سبح اسم ربك الأعلى الذي قدر فهدى والذي يخرج المرعى فجعله صايا نحوا سنقرؤك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذاكر النفات ذكرا سيذكر من يغشى ويتجنبها الأشقى الذي يصلى نار الكبرى ثم لا يموت فيها ولم يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل ترسلون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي صحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم وصدق وبلغ رسول النبي الكريم ونحن على ذلك من الشهداء والشاكرين والحمد لله رب العالمين. قال تبارك وتعالى في كتابه الكريم إنا لله وإنا إليه راجعون. إن الله ملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. اللهم نور قلوبنا بالنور القرآن وكبرنا وسيئاتنا بإزاحة القرآن واشمرنا بآية القرآن وسلم أحيانا بحرمات القرآن. اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر مونسا وذكرا وتزوجا. سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. آمين يا رب العالمين. آمين. اللهم اغفر لنا والمسلمين والمسلمات الأحياء منهم والأموات وقنا على صراط الصراط. Şahitleri elimize atacağız. Onun için salonda buradayız. Zaten şahitlerimiz ruhlar şad. Hakkı Muhammed'in aleyh ve hürmetli suretil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke nâbudu ve iyyâke nesta'in. Eytena sirâtel müstakim. Sirâtellezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahus samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Allah rahmeten şereflerine. Allah rızası. Allah şereflerine.